Hörmətli izləyicilərim, Master Class servis sizi salamlayır. Qarşınızdakı Modena kombisində Y1 xəta kodu problemi yaranmışdı. Öncədən deyim ki, Y1 xəta kodu qazla bağlı olan bir problemdir. Əgər sizin kombimizdə, Modena kombisində Y1 xəta kodu baş veribsə, öncədən evdə bu sayğacda balansın olub-olmamağını yoxlayırsınız. Ondan sonra əgər balans varsa, qazda bir verilişində problem yoxdursa, usta məsləhətinə və ya texniki servisə ehtiyacınız olacaq. Amma öncədən dediyim ki, hansı hallarda yəni nasazlıq baş verə bilər Modena kombisində. Mənim vəziyyətimdə bu qaz klapını sıradan çıxmışdı. Mən onu yenisi ilə əvəzlədim. Ancaq başqa hallarda da Y1 xəta kodu baş verə bilər. Buradakı gördüyünüz burada aşağı hissələrdə görsənir. Burada zajiqalka və onun iyonu. Onlarda əgər çirklənmə baş verərsə, onun səbəbindən Y1 xəta kodu yaza bilər. Belə deyək, əgər qarelka çirklənibsə, qazın verilişi zəifdirsə və ya presostat. Presostat da böyük bir əhəmiyyətli rolu var Y1 xəta kodunda. Çünki presostat vaxtında açmasa, kontaktlar birləşməsə, sözsüz ki, klapanda düzgün işləməz və açmaya bilər, belə bir problem yarana bilər. Mənim vəziyyətimdə yenə də deyirəm, problem klapanda idi, yenisi ilə əvəz olundu və müştəriyə məsləhət gördüm ki, artıq 2 ildən artıqdır ki, kombi yuyulmur. Aparat vasitəsilə kombinin yumasını da həyata keçirirəm. Sizin də Modena və ya digər kombinizdə isti su ilə və ya qazla bağlı hər hansı bir xəta kodu ilə bağlı probleminiz varsa, əlavə şərhlərdə onu qeyd edə bilərsiniz. Video maraqlı oldusa bəyənin, kanala abunə olmağı unutmayın.